Salam, Uruq 28 Redkalenkadan qrammatikaya baxırıq bugün. Qrammatikadan tablitsa 1 yeni sözləri oxuyuruq. Pagibay, pagibnu. Ölürəm, öləcəm. Pagibal, pagib. Ölürdü, öldü. Развиваюсь, разовьюсь. İnkişaf edirəm, inkişaf edəcəm. Развивался, развился. İnkişaf edirdi, inkişaf etdi. Уменьшаю, уменьшу. Azalıram, azalacağım. Уменьшал, уменьшил. Azalırdı, azaldı. Теряю, потерял, потеряю. İtirirəm, itirəcəm. Терял, потерял. İtirirdi, itirdi. Вызываю, çağırıram. Вызову, çağıracam. Вызывал, çağırırdı. Вызвал, çağırdı. Привыкаю, öyrənirəm, yəni alışıram. Привыкну, öyrənəcəm, alışacam. Привыкал, öyrənirdi. Привык, öyrəndi. Возникать, baş vermək, törətmək deməkdir. Возникаю, возникну. Yəni, baş verir, törüyür, baş verəcək, törəyəcək. Возникал, возник, baş verirdi, baş verdi, törədi. Bespokоюсь, narahat oluram. Влиять, təsir etmək deməkdir. Влияю, повлияю, təsir edirəm, təsir edəcəm. Влиял, повлиял. Təsir edirdi, təsir etdi. Tuşit, keçirtmək deməkdir. Tuşu, patuşu, keçirirəm, keçirəcəm. Tuşil, patuşil, keçirirdi, keçirtdi. Stradать, stradать, əziyyət çəkmək deməkdir. Stradal, əziyyət çəkirdi. Yenə də postradal, postradal, əziyyət çəkdi. Пострадаю, əziyyət çəkəcəm gələcək zamanda. Стараться, çalışmaq, cəhd etmək deməkdir. Стараюсь, постараюсь, çalışıram, çalışacağam. Старался, постарался, çalışırdım, çalışdım. Заставлять, məcbur etmək. Заставляю, заставлю, məcbur edirdim, edirəm, məcbur edəcəm. Заставлял, məcbur edirdim. Заставил, məcbur etdim. Evakuировать, evakuировать, boşaltmaq, köçürmək, təxliyə etmək deməkdir. Таблица 2. Окончания, основные окончания прилагательных во всех падежах. Deməli, sifətlərin sonluqları, bütün hallarda sifətlərin sonluqları. Baxın, adlıq halda göstərdi. Kişi cinsi hamısı ı qəbul edir. Qadın cinsində aya qəbul etdi. Orta cinsdə oye, cəm halda ı'yı qəbul etdi. Məsələn, человек sözü kişi cinsindədir. Onunla birləşən sifət aydın məsələdir. Biz demişdik, oy, ı'yı qəbul edir. Добрый человек, большой dom və s. Oy, ı'yı. Amma əsasən qəbul etdiyi ı'y olur. Dəlşi. Organizasiya qadın cinsli sözdür. Благотворительная organizasiya aya qəbul edir. Amma aya, yaya qəbul edir. İkisi də var. Əsasən aya götürülür. Orta cinsli землетрясение bilirsiniz, sarsıntı deməkdir. Və сильное землетрясение, orta cins oya qəbul etdi. Сильное землетрясение oldu. Və cəmdə də люди, cəm olduğu üçün бедные люди, ı'yı, iyi demişdik, qəbul edir. Əsasən ı'yı qəbul edir. Бедные люди oldu. Sonra keçdik Viniçenli pacer təsirli hala. Yenə də pajar kişi cinsli sözdür, ı'y qəbul etdi. Amma burada kişi təsirli halda bilirsiniz ki, iki hissəyə bölünür. Cansızlar dəyişmir. Dəyişən ancaq qadın cinsində a, ayna, yayla bitənlər, onlar da hamısı uya, yuya keçir, qadın cinsi şəkilçisini qəbul edir. Amma demişdik ki, cəmdə iki yerə bölünürlər, canlı, cansız və kişi cinsində iki yerə bölünür, canlı, cansız. Orta cins zaten hamısı cansızdır, onun üçün elə oya ilə qalıbdır. İndi baxaq. Muşkoy rod iki hissəyə bölündü. Cansızlar ı'y, canlılar ovu qəbul etdilər.
Məsələn, Pajar kişi cinsində I qəbul etdi, Человека bu kişi cinsidir, Ova qəbul etdi, образованного человека. Pajar новый. Qadın cinsi demişdik, hamısı A-uya, ya-yuya keçir. Onunla bağlı olaraq sifətlər də uyu qəbul etdilər. Zarplata ayla bitir. Zarplatu olduğu için низкую зарплату. O da qəbul etdi uyu. Spesialisti получают низкую зарплату. Orta cins demişdik, değişmir. Adlı halda olduğu kimi qaldı. Открытие sözü orta cinsdədir. Onun üçün də научное открытие. O qaydada qaldı. Ученые сделали научное открытие. Və cəmdə iki hissəyə bölündü. Cansızlar I-yə qəbul etdi. Вещи cəmdədir. Богатые люди покупают роскошные вещи. Роскошные I-yə qəbul etdi. Və canlılar isə I qəbul etdilər. Я не люблю безответственных людей. Burada людей sözünə görə dəyişdi. Cəmdə I qəbul etdi. Sonra родительный падежdə, yəlik halda kişi cinsi ova, qadın cinsi oy, sredniyə orta cins ova qəbul etdi yenə. Zaten bilirik ki, kişi cinsi və orta cins ikisi birlik çox vaxtı eyni şəkilçi qəbul etdi. Cəmdə də I qəbul etdi. Pajar kişi cinsidir, ova qəbul etdi, silnava. Vayna qadın cinsidir. Oy qəbul etdi, длинной. Пособие ye ilə bitir orta cinsdə olduğu üçün. Списанного пособие orta cins ova qəbul etdi və problema bu yenə cəmdə olduğu üçün I qəbul etdi. Важных problem. Dательный падежdə kişi cinsi o-mu, qadın cinsi oy, orta cins yenə kişi cinsi ilə bərabər o-mu qəbul etdi, cəmdə ın qəbul etdilər. Yenə человек kişi cinsi də o-mu, собака qadın cinsi də oy, orta cins общество o-mu qəbul etdi, современному обществу və cəmdə людям cəmdə olduğu üçün бедным. Keçdik tворительный падеж, yenə də ın kişi cinsində, oy qadın cinsində, sredni rod ın və cəm halda ımi qəbul etdi. Человек kişi cinsidir, бездомным. Organizasiya qadın cinsidir, благотворительной organizasiyey, oy qəbul etdi. Потепление orta cins olduğu üçün globalным потеплением ım qəbul etdi. Spasateli, bu da cəm olduğu üçün смелыми спасателями cəm şəkilçisi ımi qəbul etdi və sonda предложный падеж kişi cinsi və orta cins om, qadın cinsi oy, cəm ıq qəbul etdi. Məsələn, vertolyot kişi cinsidir, специальном, epidemiya qadın cinsidir, новой, наводнение orta cinsdə om qəbul etdi, сильном наводнении. Və cəmdə də странах burada cəmdə götürüldüyü üçün современных странах oldu. Burada gördüyünüz kimi əsasən qadın cinsləri o, ye qəbul edirlər, kişi cinsləri ovo qəbul edir, yaxud da om, omu, yemu, yəni samitlə bitirlər.